Od yalnız istilik deyil, od birlik, xəbər, ümid idi. El şənliyə yığışanda dağ başında bir tonqal qalanlardı. Bu tonqal sevincin nişabəsi idi. İgidlər, hatunlar, uşaqlar bir yerə gələr, saz səsi ucalardı el şadı. Elin başına qəza və təhlükə gələndə dağın zirvəsində 2 tonqal alışardı. Bu kömək çağırışı idi. Odu görən igidlər dərhal yaraqlanıb, obaya tərəf yollanar, eli qorumağa gələrdilər. Tonqal uzaqdan görünən bir xəbərçi idi, sözsüz danışan bir işarə. Göyəzənin başında yanan tonqallar yalnız bayram alovu deyildi, onlar həm də keşiyin, birliyin və igidliyin rəmzi idi. Bu alovlar yaxınlıqdakı keşikçida istiqamətində də görünər, xəbər bir dağdan digərinə ötürülərdi. Bu qədim ənənə Azərbaycanın bir çox yerlərində yaşanıb. Qazax torpağının rəmzi olan Göyəzən dağı da belə məlumat verən gözəlçi dağlarından biri sayılırdı. Rəvayətlərə görə elin keşiyini çəkənlər burada tonqallar qalayar, alovun işığı ilə digər obalara xəbər göndərərdilər. Bugün biz Od çərşənbəsində həmin qədim ənənəni yaşadırıq. Tonqal qalayırıq ki, odun nuru evlərimizə bərəkət, ürəklərimizə istilik gətirsin. Od çərşənbəsi bizə xatırladır ki, birləşdə olanda daha güclüyük. Necə ki, Oğuz elinin igidləri bir alov işığı ilə bir araya gəlirlər. Od düşdüyü yeri yandırar. Odu söndürüb külü ilə oynamazlar. Göyəzəndə yanan bu tonqal qədimdən gələn bir səs kimi bizə deyir. Od həyatdır, birlikdir, yaddaşdır. Göyəzəndə yanan bu ocaq min illərdir yanır. Bu yanan odumuz sönməsin. Od çərşənbəsinin alovu hər ocağa nur, hər ürəyə ümid gətirsin. Qoy Göyəzənin zirvəsində yanan bu tonqal qədimdən gələn bir səs kimi bizə desin. Ocağı qoruyan eli qoruyar. Od istilikdir, həmrəylikdir.